Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bu günlük və sertifikasiya imtahanlarında istifadə olunmuş həndəsə sualının ətraflı izahını sizlərə təqdim edirəm. İbtidai sinif müəllimləri hazırlıqda adətən həndəsə suallarını cavablandırmaqda çətinlik çəkirlər. İndi sualımızın ətraflı izahını sizlərə təqdim edəcəm. Baxaq, kvadrat 3 bərabər düzbucaqlıya böldülər. Kvadrat bütün tərəfləri bərabər olan bir dördbucaqlıdır, düzbucaqlı da deyə bilərik. Baxın, bunu indi deyəcəksiniz ki, müəllim, 3 bərabər düzbucaqlıya üfüqi formada bölək, yoxsa şaqlı formada? Fərqi yoxdur. Hər iki formada bölsəz, cavab eyni olacaq. Gəlin biz bunu fərz eləyək ki, 3 bərabər düzbucaqlıya böldülər. Bu düzbucaqlardan hər birinin sahəsi 75 kvadrat santimetrdir. Yəni bu bölünmüş hissələrin hər biri 75-dir. Ümumiyyətlə yadda saxlayın ki, hər hansı həndəsi fiqur, yəni müstəvi fiquru bölündüyü hissələrin sahələri cəmlə bərabərdir. Yəni böyük kvadratın sahəsi o zaman olacaq 3 vurulsun 75 bərabər 225 kvadrat santimetr. 225 kvadrat santimetr böyük kvadratın sahəsidir. İndi sizə sual verirəm. 225 hansı ədədin kvadratıdır? Təbii ki 15-in kvadratıdır. O zaman biz alırıq ki bizim bu kvadratımızın tərəfi 15 santimetrdir. Amma bizdən bir düzbucaqlının perimetrini soruşur. Bir düzbucaqlı dediyimiz, baxın bu işarələdiyimdir. Dəyərli müəllimlər, bu hissə 3 hissəyə bərabər hissəyə bölünübsə, kvadratın hər hansı bir tərəfi 15 3 yerə bölürsən 5. Nəticə olaraq bizdən baxın bunun perimetrini soruşur. Bura 5-dirsə, burada olacaq 15. Onda bunun perimetri, düzbucaqlının perimetri en və uzunluğun 2 mislidir. 2 vurulsun 5 üstə gələk 15. Bu da bərabərdir 20. 20-ni də 2-yə vuranda elədi 40 santimetr. Doğru cavab B variantı.